Salam əziz şagirdlər. Bugün biz sizinlə fizikada riyaziyyat mövzusuna nəzər yetirəcəyik. Bildiyimiz kimi hal-hazırda bizim qlobal problemlərimizdən biri riyaziyyatdır və çox təəssüf ki, riyaziyyatla bağlı problem olduğu halda siz bəzən elə düşünürsünüz ki, siz fizikanı başa düşmürsünüz. Fizika ilə riyaziyyat çox yaxından əlaqəli olduğu üçün bəzən riyaziyyatda olan problemləriniz fizikada da sizin qarşınıza çıxır və istərsizcə fizikada problemlərinizin olmağına gətirib çıxardır. Həmçinin nəzərimə əsasən bu aralar, yəni ümumiyyətlə son 1-2 ildə demək olar ki, suallar fizikadan həm düstur baxımından, həm qayda baxımından, həmçinin riyaziyyatı da daha fokuslanmış versiyada olur. İndi biz əlbəttə ki, birinci fizikada əsas lazım olan anlayışlar ki var, siz fizikaya daxil olanda bunları bilməlisiniz. Onlardan danışacağıq və həmçinin fizikada hansı riyazi mövzulara daha diqqət yetirməlisiniz, ondan bəhs edəcəyik. Ən birinci danışaq ki, fizika nəyi öyrənir? Fizika ümumiyyətlə ətrafımızda gördüyümüz və ya görmədiyimiz təbiət hadisələrini öyrənən bir təbiət elmidir. Fizikada ümumiyyətlə bir çox mövzular görəcəksiniz. Qeyd etdiyim kimi gördüyümüz, görmədiyimiz o qədər mövzular var ki, buna görə fizika çox belə deyim sizə ki, geniş bir təbiət elmidir və biz bu hadisələri dildə dediyimiz kimi yox, əlbəttə ki, elmi formatda biz bunu ifadə eləməliyik və bunun üçün biz hadisələri izah eləmək üçün, ifadə eləmək üçün biz fiziki kəmiyyət anlayışından istifadə edirik. Fiziki kəmiyyət bizə hadisələri təsvir etmək üçün çox lazımlı olur və çox vacib məqamdır. Həmçinin fiziki kəmiyyətlər də öz növbəsində fiziki vahidlər izah edir. Məsələn, biz yola 30 dedik də, siz nə bilirsiniz ki, mən 30 nə deyirəm? Məsələn, metr deyə bilərəm, yəni real bir şeydir. Kilometrdə deyə bilərəm. Yəni 1500 deyirəm, məsələn 1500 metr də deyə bilərəm, kilometr də deyə bilərəm. Yəni hər iki hal mümkündür və bunu dəqiqləşdirmək üçün mən belə deyim sizə ki, hadisəmi tam olaraq necə olduğunu sizə danışmağım üçün bunda mən vacibdir ki, vahidlərdən istifadə edəm. Və vahidləri keçməzdən əvvəl biz fiziki kəmiyyətdən bəhs edirik ki, fiziki kəmiyyətlər ümumiyyətlə 2 yerə ayrılır əsas olaraq. Skalyar və vektorial. Vektor sözünü siz riyaziyyatda eşitmişsiniz. Vektor müəyyən bir istiqamətə yönəlmiş, qısacası oxdur. İstiqaməti olan bir ox. Və vektorial sözü də bu vektor sözündən götürülmüşdür və fiziki kəmiyyətlər ki var, hansı ki onlarda istiqamət vacibdir. Həmin o fiziki kəmiyyətlər bizdə olur. Vektorial fiziki kəmiyyətlər, istiqaməti vacib olmayan və həmçinin istiqaməti olmayan fiziki kəmiyyətlərimiz isə olur skalyar. Qeyd edeyim ki, bəzən siz ədədi qiymətlə istiqaməti qarışdırırsınız. Uşaqlar, ədədi qiymət hər ikisində var. İstəyir skalyar, istəyir vektorial olsun. Ümumiyyətlə fiziki kəmiymətin ədədi qiyməti olmalıdır. Və həmçinin istiqamət baxımından isə, yəni istiqaməti olan vektorialdır, istiqaməti olmayan isə skalyardır. Skalyara biz misal olaraq deyə bilərik həcm, deyə bilərik kütlə, sonra zaman və s. Həmçinin yolda vektorial fiziki kəmiyyətə isə deyə bilərik ki, yer dəyişmə, sürət, təcil, qüvvə, impuls və s. İndi isə bu skalyar vektorial fiziki kəmiyyətləri saydığımıza görə artıq biz keçə bilərik beynəlxalq sistemə. Beynəlxalq sistem dedikdə, yəni beynəlxalq vahidlər sistemi dedikdə, mən bayaq dedim sizə ki, vahidlər fiziki kəmiyyəti tam olaraq izah eləmək üçün, həmçinin biz hadisəmizi tam olaraq dəqiq formatda danışmağımız üçün bizə çox kömək olur və vahidlər də müəyyən bir sistem formatında olur. Sistem dedikdə də uşaqlar bizə qərib gəlməsin. Məsələn, ola bilər ki, hamının bir müəyyən bir xassiyyəti var. Müəyyən bir baxış bucağı var, müəyyən bir sərhədləri, müəyyən bir qaydaları var və sistem də uşaqlar budur. Hər bir sistemin özünə uyğun qaydaları, özünə görə bir xassiyyəti mövcuddur. Və biz burada əsasən beynəlxalq vahidlər sistemindən danışırıq orta məktəbdə. Və beynəlxalq vahidlər sistemindən əlavə də var, təbii vahidlər sistemi var və s. Beynəlxalq vahidlər sistemində 7 əsas vahidimiz var. Yəni sizə dedikdə ki, məsələn, bir fiziki kəmiyyəti tapdınız, siz onu əsasən beynəlxalq vahidlər sistemində yazırsınız. Çünki yəni sizə əgər demirsə ki, məsələn, qeyd eləmir ki, tutaq ki, beynəlxalq vahidlər sistemində olsun. Yəni əlbəttə ki, söhbət indi burada adını çəkdiklərimdən gedir. Digərlərində isə, yəni əgər vahid nədirsə normalda, yəni ola bilər ki, teorema vahidi olsun və ya normalda məsələn vahid odur. Nə olsun BC-də deyil, vahidi odur da. Məsələn, o formatda yaza bilər. Amma BC dedikdə vacibdir ki, siz bu vahidlərin hər birini o vahidi ifadə eləyəsiniz. Burada da 7 əsas vahid var. Birinci kütlə, M hərfinə işarə edilir. Buradakı uşaqlar ümumiyyətlə bunu da qeyd edeyim ki, yəni
Demək olar ki, baş hərflər çox vaxt ingilis dilində o sözün necədirsə, onun baş hərfindən götürülüb. Amma bəziləri də var ki, baş hərfindən bu uyğun gəlmir, yəni normal bir şeydir, ola bilər. Birinci kütlə M-dir, 1 kiloqram. İkinci uzunluqdur. El və ya S hərfindən işarə edə bilərsiniz. 1 metrdir vahidi. Zamandır, 1 saniyədir vahidi. Maddə miqdarı da kimyadan keçənlər bilər, 1 moldur. Və həmçinin temperatur 1 Kelvindir və cərəyan şiddəti həmçinin işıq şiddətinin vahidi. Cərəyanın vahidi amper, işıq şiddətinin isə kandeladır. Kandela ümumiyyətlə işıq şiddətini siz görmürsünüz demək olar ki. Yəni görsəz çox az məqamlarda görərsiniz. Yəni sadəcə vahidlər sistemində olduğunu bilin. Həmçinin uşaqlar sizi burada ən çox maraqlandıranlardan biri temperaturu niyə Selsi yox, Kelvin olmağıdır. Gəlin o mövzuya da sizlə toxunaq ki, ümumiyyətlə fizikada 3 dənə əsas olaraq temperatur şkalalarına istifadə olunur. Selsi, Fahrenheit və Kelvin. Biz əsasən Selsini eşitmişik. Qızlar da yəqin ki görüblər Fahrenheiti. Bizdə məsələn misal düzləşdirici fenlərdə biz görürük ki, bəs üstündə F yazır. Temperatur məsələn 400 falan olur və yanında F yazır. F Fahrenheit deməkdir. Yəni Fahrenheit şkalasıdır. Və həmçinin Kelvin şkalası ilə Selsi şkalası niyə yox deyə sual verirsiniz. Məsələn, niyə Kelvin, niyə Selsi yox? Axı gündəlik biz Selsidən istifadə edirik. Bəli, gündəlik olaraq biz Selsidən istifadə edirik. Öz temperaturumuzu, havanın temperaturunu, suyun temperaturunu, hər şeyi biz Selsidən ölçürük. Lakin uşaqlar, Kelvin bizim üçün çox əlverişlidir. Çünki məsələn 0 dərəcə Selsi bizim üçün qorxuducu temperatur deyil və həyat davam edir. Hətta 0-dan aşağı mənfilər də mövcuddur və onda da həyat davam edir. Lakin 0 Kelvindən aşağı, əlbəttə planetimizdə söhbət gedir. 0 Kelvindən aşağı mənfi Kelvin anlayışı yer planeti üçün mövcud deyil. Əlbəttə ki, kosmosda, galaktikada ola bilər. Amma ki, bizim yer kürəmiz üçün 0 Kelvindən aşağı temperatur mövcud deyil. Yəni 0 Kelvində uşaqlar çevirsək, mənfi 273 dərəcə Selsidir. Yəni, əlbəttə ki, bunda söhbət insanın ölməyindən getmir. Biz həyat dedikdə insan canlı nəzərdə tuturuq. Amma unutmayın ki, həyat insandan və ya canlılardan, heyvanlardan ibarət deyil. Burada bakteriyalar, zərrəciklər, molekullar və s. Yəni, adi canlı təbiətimiz olsun, yəni yaşıllıq və s. Bunların hər biri həyatdır. Və 0 Kelvin artıq bakteriyanın molekulunda hərəkətinin dayandığı temperaturdur. Buna görə biz ona həyatın öldüyü temperatur deyirik. Buna görə də artıq 0-dan aşağı temperatur yoxdur deyə Kelvin şkalasında. Yəni 0-dan başlayır da. Ona görə də bizim üçün o asandır. Yəni asandır götürə bilir. Axı mənfisi yoxdur, 0-dan başlayır. Çox rahat olur da bizim üçün o temperaturu götürmək Kelvindən. Ona görə də uşaqlar Kelvin şkalası əsas şkala kimi götürülür. Yəni bizim üçün əsasdır. Həmçinin digərlərində də demək olar ki, məsələn, kütlədir, uzunluq, zamandır. Bunları normal həyatda eşitmisiniz. Yəni biz bir şey alanda ya kiloqramla alırıq ya da qramla alırıq, tonu da eşitmisiniz. Amma ən çox belə istifadə olunan kiloqramdır. Yəni bizim əsas vahidimiz, bizim sistemimizdə, baxdığımız sistemdə kiloqram götürülür. Bu vahidləri əlbəttə ki, əzbər bilməlisiniz. Ki, bəs sizə deyəndə ki, BC-yə çevir, biləsiniz ki, BC-dən hansı vahidlər var idi? Məsələn, çevirdiniz, okey. Gördünüz ki, məsələn, burada bu vahidlər var da. Siz bilməsəz ki, BC-də hansı vahiddir, hansı yoxdur, onu necə çevirəcəksiniz və ya necə biləcəksiniz ki, siz tam çevirdiniz yoxsa yox. Ancaq bunları bilmək vacibdir. Sonraki məqamlardan biri, bunu çox aşağı siniflərdə öyrənirsiniz, amma əlbəttə ki, bilməmək eyib deyil. Ola bilər ki, çaşırsınız. 1 kilometri əsasən məsələn metrə çevirəndə, metri santimetrə, santimetr millimetrə. Baxın, bu əsasən bu birincini bilin. Digərləri konkret kvadrata görə, kuba görə adlandıra bilərsiniz. Məsələn, bu 10 üstü 3-dür, düzdür? Bunu kvadrata yüksəldəndə, bunu kvadrata yüksəldəndə avtomatik bu da kvadrata yüksəlir. Və 3 vur 2, 6 gördüyünüz kimi. Sonra həmçinin kuba yüksəldəndə 3 vur 3, 9. Sonra bu 10 üstü 2-dir. 10 üstü 2-dir, kvadrat olanda 10 üstü, bunun da ikisi olacaq 10 üstü 4. Kub olanda olacaq 10 üstü 6. Yəni, belə yadda saxlaya bilərsiniz. Həmçinin probleminiz məsələn, kilometrdən metrə yox, metrdən kilometrə keçməkdir. Şunlar metrdən kilometrə keçirəndə bölürük, kilometrdən metrə çevirəndə vururuq. Həmçinin bir probleminiz də sizin sıfırlarla işləməkdir. Uşaqlar, məndən sizə məsləhət, sıfırı düzməyin, vergül düzməyin.
Onlar insanı ən çox çaşdıran, şəxsən məni çaşdıran şeylərdir. Abituriyent vaxtında mən onlarda ən çox çaşırdım. Çünki yəni sıfırdır, birin məsələn az yazdın. Vergüldür, tutaq ki, çoxdur. Bilmirsən ki, bunu necə eləyəsən ya da vurdun məsələn, vergülü hara qoyub bilmirsən. Bunlar normal bir şeylərdir və çaşdırıcı bir şeylərdir. Mən ona görə bütün şagirdlərimə məsləhət görürəm. Həmçinin sizə də məsləhət görürəm ki, sıfırla, vergüllə işləməyin. 10 üstü, yəni 10 tərtibi ilə işləyin. Çünki ümumiyyətlə tərtiblə işləmək həqiqətən deyirəm çox rahatdır. Belə siz buradan wow kimi görə bilərsiniz ki, çətindir falan, amma həqiqətən ən asan bir şeydir. Məsələn, gördünüz ki, 0,1-dir. Bunu yazılan olsun -2 kimi. Efsio. Sonra bu məsələn burada 1 var deyə mən onun üstü -2 yazdım. Əlbəttə ki, bu 0,3 olsaydı yazacaqsınız 3 olsun onun üstü -2. Yəni nə bilim gördünüz ki, tutaq ki da deyirəm bu verilib 0,1 yazın onun üstü -3 ya da ki tutaq ki uşaqlar ən çox çaşdıqlarından da biri budur. 1 bölünsün məsələn yazıb 0,1. Bunu uşaqlar yəni əlbəttə ki söhbət ixtisar falan da var da, yəni yuxarıda ədədlər falan var. Bu vergülü siz vergül olaraq saxlamayın. Bunu yazın yuxarıya 10 üstü 3. Elə bil ki bu 3 dənə 0 atıram bura, yəni 3 dənə atıram deyə vergülü. Ona görə 3 dənə belə 0 çıxır yuxarı, yəni 1000. Efsio. Yəni çalışın uşaqlar, yenə də qeyd edirəm. Sıfırla vergüllə işləməyin. Yəni çox qısacası rusca deyirlər, apaslı şeydir ki, sizi çaşdıra bilər. Biz fizikada yəqin ki, məsələn, qarşılaşırsınız məsələlərdə ki, hansı ki, məsələn, orada əsasən milli, sonra mikro, mega, nano və həmçinin mikro bu anlayışlardan əsasən çox istifadə olunur. Bu əslində ingilis ədəbiyyatından götürülmüşdür. Gördüyünüz kimi tera, t, giga, sonra həmçinin mega, böyük M hərfinə işarə edilir. Qısacası niyə görə deyərsiniz ki, misillər var. Artıq bir rəqəmi, məsələn, 5 vurulsun 10 üstü 6 yazmaqdansa və ya bir şey, məsələn, 5000 yazmaqdansa, bunu qısaca, məsələn, 5 kilonewton və ya, məsələn, bunu yazırlar 5 mega newton. Yəni, qısa formatda göstərmək üçün istifadə olunan ədədləri qısacası kiçikləşdirmək üçün istifadə olunur, kiçik bir formaya gətirmək üçün istifadə olunur misillər ümumiyyətlə və həmçinin əsasən istifadə edirik. Giganı bu arada görə bilirik. Ona görə giqada bilməyiniz məsləhətdir. Mega mütləq sürətdə bilməlisiniz. Bu kilodur. Görmüsünüz əslində kilonu. Baxın, kilometrdə, məsələn, metr demirik. Baxın, kilo. 1 kilometrimiz 1000 metrdir. Kilo 1000'dir. Ona görə çevrilir. Bir ki, qısacası ədədi hərflə ifadə edirik. Qutarır, gedir. Sonra, baxın, hektar var. Məsələn, sonra deka var. Bunlar əslində çox istifadə olunmur. Reallıq budur. Əsasən istifadə olunur kilodan, megadan, gigadan, bəzən teradan istifadə olunur. Çox nadir hallarda. Sonra yenə də desi, santi. Bunları eşidirsiniz əslində. Desimetr, santimetr anlayışımız var. Yəni riyaziyyatda da. Və buradan da eşidirsiniz da 1 desimetrimiz 10 santimetrdir. Məsələn, görürsünüz 10 üstü -1. 1 santimetrimiz, məsələn, daha doğrusu 1 metrimiz 100 santimetrdir. Santi görürsünüz, onun üstü -2'dir. Və həmçinin milli əsasən istifadə olunur. Burada mikronu uşaqlar səhv vermir. Mikro MK kimi istifadə olunur. Yəni bizim ədəbiyyatımızda MK kimi götürürük. Onun üstü -6. Yəni bir mikro yazanda MK yazırsınız. Və həmçinin nanodan da istifadə olunur. Pikodan da istifadə olunur uşaqlar. Bəzən pikonu görürük. Yəni imtahanda falan da bəzən görünür piko. Mütləq surətdən görə pikoda bilməniz məsləhətdir. Fiqurun sahəsini soruşmasa da düsturda və həmçinin situasiyadan asılı olaraq bizdən sahəni və ya həcmi tapmaq tələb olunur və əgər o tapılmasa bizim məsələmiz həll olunmur. Buna görə də biz əlbəttə ki, fiqurların sahəsini və həcmini bilmək məcburiyyətindəyik. Əvvəla birinci düzbucaqlının sahəsi bildiyiniz kimi iki tərəfini, yəni eni və uzunluğunun bir-birinə hasil edir. Həmçinin kvadratın da yenə də hər iki bütün tərəflər ümumiyyətlə bir-birinə bərabərdir deyə enini uzunluğa vuranda burada s ilə ifadə olunub deyə s kvadratıdır. Uşaqlar bəzən əzbərləyirlər ki, bəs kvadratın sahəsi nədir? A kvadratı. Yəni A-nı görməlidirlər ki, yox, bunun sahəsini mən necə tapım? Uşaqlar tərəfi bir-birinə vurmaqdır. İfsiyo. Sonra burada var üçbucaq. Üçbucağın sahəsi bildiyiniz kimi 2'də 1. Məsələn biz deyirik A, o qədər öyrəşmişik ki, bura A yazılsınlar deyə. Amma ki, əlbəttə ki, hündürlük perpendikulyar olaraq hansı tərəfə yönəlibsə, hansı tərəfdədirsə, onun
hündürlüyü olan nisbətinin yarısı. Yəni ona görə 2/1 BH yazılır. Həmçinin uşaqlar, sonra bizdə var burada düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucağın sahəsi 2/1 AB edə bilirsiniz. Yəqin ki, baxın burada diaqonal çəksəz bu artıq bizə düzbucaqlı üçbucaq verir və buna görə də bunun ümumi sahəsi AB olduğuna görə, yəni qısacası tərəflərin hasil olduğuna görə düzbucaqlı üçbucağın sahəsi onun yarısına bərabər olur və digər halda isə burada həmçinin Pifaqor da veriblər. A kvadrat = B kvadrat bərabər C kvadratına. Bu da bizdə uşaqlar ən çox vektorlar söhbətində bizə istifadə edirik. Çünki vektorlar dediyimiz kimi istiqamətdir, istiqamət olan bir də oxdur. Biz onları topladıqda, yəni orada artıq düzbucaqlı üçbucaq alınır ki, məsələn proyeksiya tapanda bizə kömək olur. Yəni qiymət hesablamaq üçün və s. Həmçinin burada bizdə var trapeziya. Trapeziyanın sahəsini bilməyiniz lazımdır. Trapeziyanın sahəsi bildiyiniz kimi oturacaqlarının cəminin yarısı, yəni orta xəttinin hündürlüyü olan nisbətidir. Daha doğrusu hasilidir, sorry. Baxın, bu verilib bizə burada. Həmçinin paralleloqramı da verilib. Paralleloqramda əsasən biz vektorların toplanılması ki var, ondan da danışacağım. Vektorların toplanılmasında əsasən paralleloqram əmələ gəlir və biz orada əsasən istifadə edirik, kosinuslar teoremindən gətiririk. Amma ki, yəni belə ümumi desək, yəni istifadə olunmur əslində sahəsi və ya perimetri. Həmçinin uşaqlar dairənin sahəsi pi r kvadratıdır, çevrənin uzunluğu isə 2 pi r-dir. Bu da mütləq surətdə bilməyiniz vacibdir. Bu düzbucaqlı paralelipipeddir. Düzbucaqlı paralelipipedin bildiyiniz kimi həcmi olur və həcmi n vur uzunluq, bir də vurulsun hündürlükdür. Həmçinin kubda isə yenə də hündürlük də tərəflər bərabər olduğu üçün orada artıq məsələn tərəf nəticəsi onun kubudur. Konusdan çox istifadə etmirik, yəni demək olar ki, istifadə etmirik. Amma ki, əlbəttə ki, silindrə istifadə edirik. Silindrin sahəsi pi r, daha doğrusu həcmi uşaqlar sonra pi r kvadratı h-dır. Burada isə bizdə ümumi sahə yox, yəni fizikadan söhbət gedir. Silindrin yan səthinin sahəsindən istifadə edirlər. O da 2 pi r h-dır. Bundan istifadə edilir, yan səthinin sahəsindən. Ya da ki, məsələn, borular, o da ki, boruda istifadə olunur əsasən. O da ki, necə uşaqlar? Məsələn, borunun əsasən bu oturacaq hissəsindən, yəni baxın, ağız hissəsindən istifadə olur ki, o da gördüyünüz kimi bəs dairədir. Dairənin də sahəsi bilirik pi r kvadratıdır. Çox pi r kvadratından gedir, amma əlbəttə ki, bəzi hallarda yan səthinin sahəsi lazım olur. Ona görə 2 pi r h-da istifadə edirik və həmçinin kürənin həcmi bizə çox lazım olur. Çünki əsasən bizə cismi kürə formasında verirlər. Ona görə də kürənin həcmi bizim kütləni tapmağımız üçün çox böyük rol oynayır. Ona görə də 3/4 pi r kubunu mütləq surətdə bilməlisiniz. Bu da demək olar ki, fizikada ən çox istifadə olunan fiqurların sahəsi və həcmindən danışdıq. İndi isə uşaqlar keçirik ən əsas digər məqamlardan biri olan trigonometriyaya və həmçinin teorema söhbətinə. Trigonometriyada əvvəla biz üçbucağımızı birinci çəkək. Bu bizim üçbucağımızdır, yəni düzbucaqlı üçbucağımız. Burada U, D, Z qoymağımın uşaqlar səbəbi öyrəşmisiniz ABC-yə və həmçinin X, Y, Z adlandıranlar da var. Öyrəşmisiniz onları əzbərləməyə. Yəni mən əzbər xoşlamayan bir müəllim olaraq bunu sizə istəyirəm ki, əzbərdən çıxasınız və əsas olaraq qaydanı biləsiniz. Əsas qayda əlbəttə ki, ən birinci yazıram məsələn sinus. Sinus alfa bərabərdir. Sinus qarşı katetin hipotenuzu olan nisbəti, yəni z-in d-yə. Kosinus alfa u-nun d-yə, yəni bitişik katetin hipotenuzu olan nisbəti, tangensi isə ümumiyyətlə sinusun kosinus olan nisbətidir. Baxırsınız ki, sinus z böl d-dir. Bu da kosinus da u böl d-dir. D-lər ixtisar gedir, z böl u-dur. Və z nədir? Qarşı katet. U nədir? Bitişik katet. Deməli, onda tangens qarşı katetin bitişik katet olan nisbətidir. Kotangensi isə əlbəttə ki, tangensin tərsidir. Və buradan da çıxır ki, tangens alfanın tərsidir. Kosinus alfanın sinus alfa olan nisbəti. Yenə də eyni formatda yazsınız u böl d, həmçinin z böl d kimi yazsınız. Buradan da çıxacaq u bölünsün z. Yəni bitişik katetin qarşı katdə olan nisbəti. Yəni mən artıq demək olar ki, bir çox şagirddə problemi gördüyüm üçün istədim buna da toxunaq ki, uşaqlar əzbərləməyin. Qayda nədirsə o, qarşının hipotenuza sinus, bitişiyin hipotenuza kosinus, qarşının bitişiyi olan nisbəti tangensdir.
Bunu əzbər formatda yadınızda saxlamalısınız. Həmçinin olaraq burada sinus və kosinusun 0-da, 90-da hansı qiymət almasında da problem yaşayırıq və gəlin biz o mövzuya da toxunaq. Əlbəttə ki, mən bunu riyaziyyat müəllimləri kimi dərinliklə izah eləməyəcəm, çünki qəti sürətdə belə deyim, riyaziyyat fənninin tədris eləyən müəllimlərin işinə qarışmağı sevmirəm. Ümumiyyətlə heç bir fənnin. Ona görə də sadəcə üstdən olaraq mən öz metodumu sizə bildirəcəm. Yəni ümumiyyətlə əsas format budur. Yəni elmi olaraq buradan gedilir. Baxın, bu uşaqlar əslində bilmirəm bilirsiniz ya yox, amma ki, məsələn, trigonometriyada sinus və kosinusun müəyyən dərəcələr, üçün tangens və kotangensin dərəcələr üzərində qiymət almasının səbəbi çevrə üzərində baxılır. Yəni çevrə üzərində buna belə deyim ki, qərar verilir ki, sinus və kosinus filan dərəcədə neçə alır və ən əsası bizdə yəni fizikada 0, 90, 60, 30, bizə yəni əsas həmçinin 45, bizə sizin bunlar lazım olur. Çox vaxt düzdür, verilənlərdə verir sizə, amma ki əlbəttə ki siz bəzən heç vermir. Yəni sadəcə məsələn maqnit və elektrik bölmələrində sizə sadəcə perpendikulyardır, paraleldir deyir və baxırsınız ki, məsələn düsturda kosinus sinus var. Paralelə görə baxırsınız ki, bu 0 mı alar, yoxsa müəyyən qiymət mi alar? Baxın, burada vacibdir. Ümumiyyətlə, burada necə edirlər? X kosinusdur, Y-dəki sinusdur. Bunu mütləq sürətdə bir də yadınızda saxlayın. Və çevrədir. Kosinusla sinus hər ikisi minimal -1, maksimal isə 1 qiymət alır. Baxırsınız ki, məsələn, bu hissədə qiyməti 0 dərəcədir. Gözləyin, bunun bir dənə fərqli rəng götürün. Məsələn, baxın bu. 0 dərəcədir. 0 dərəcədə görürsünüz, məsələn, buranın koordinatı Y ilə X-nə yazsaq, buranın koordinatı 1 ilə 0-dır. X axı dedim kosinusdur. Y nədir? Sinusdur. Deməli, onda kosinus 1 alır, sinus 0 alır. 0 dərəcədə kosinus 1, sinus isə 0 alır. Həmçinin 90 dərəcəyə baxası olsaq, 90 dərəcə baxın bu hissədir də. 90 dərəcədə 90 dərəcə. Bunun koordinatına gəl yazası olsam, yazıram 0, 1. Kosinus, sinus. Kosinus 0, deməli 90-da 0 alır, sinus isə 1 alır. Həmçinin bir də çətinlik çəkdiyiniz məqamlardan biri sinus ya kosinus bunlar artandır, azalan funksiyadır. Fikir verin, kosinus 0-da 1 alır, 90-da isə 0 alır. 1-dən 0-a gedir, neynir? Azalır. Deməli, dərəcə artdıqca 0 ilə 90 arasında kosinus azalsa, deməli azalan funksiyadır. Avtomatik olaraq düsturda kosinus varsa, dərəcə artdıqca kosinusun qiyməti azalır deyə, sürətdədirsə əgər, əlbəttə ki, düsturun da qiyməti, hansı fizik kəmiyyətinin düsturudursa, onun da qiyməti azalır. Sizə gördüyünüz kimi 0-da 0 alır, amma 90-da 1 alır. Yəni, getdikcə artan funksiyadır. Dərəcə artdıqca sinus da artır. Belə formatı yadda saxlaya bilərsiniz. Tangesdə qeyd elədim bayaq, sinusun kosinusa, kotangens isə kosinusun sinusu olan nisbətidir. Buradan da yenə qiymətləri yerinə qoyub ala bilərsiniz. Həmçinin bayaq qeyd edim 30-da məsələn siz yadda saxlayın ki 30-da sinus 2-də 1 alır, kosinus 60-da 2-də 1 alır və həmçinin kök altı 3/2 isə onlar yerlərini dəyişdir. Məsələn sinus 30-da 2-də 1 alanda kosinus kök altı 3/2 alır. 60-da isə sinus kök altı 3/2 alır. Bu dəfə isə kosinus 2-də 1 alır. 45-də isə xüsusi halda bir-birinə bərabər olurlar. Kök altı 2/2 və tangens 1 olur. İpsiyon. Həmçinin törəmə söhbətinə də bir toxunaq. Törəmədə də uşaqlar sabitin törəməsi, məsələn, baxın, adi 5-dir. 5-in törəməsi mənə 0 verəcək. Yəni, yanında heç nə yoxdursa, ədəddirsə, onun törəməsi 0-dır. Amma söhbət artıq burada sabit deyil. Yanında bir fizik kəmiyyət varsa, məsələn deyirəm, tutaq ki, 3T-dir törəməsi. Baxın, burada 3 qalır olduğu kimi. Yəni, 3-ü dəymirsiniz. Burada T-nin törəməsini alanda T-nin törəməsi bizə 1 verir. Niyə görə? Əslində bu T üstü N-in törəməsini sizə yazılar ki, N, T, N-1 belə formatda yazılır. Əslində bunun bu eyni şeydir, onsuz da. Yəni T-nin üstündə 1 var. Yazırsan 1 atırsan qabağı, 1-dən də 1 çıxan nə edir? T üstü 0. T üstü 0 mənə verir 1. Ona görə cavab verir 1. Ümumiyyətlə törəmədə yenə də qeyd edirəm. Üst nədirsə, üstü atırsınız qarşıya və ondan sonra isə o üstdən 1-ə çıxırsınız. Yəni bu ifadədə sadəcə N yox, məsələn N-1, yəni bir vahid çıxma versiyası qalır. Məsələn tutaq ki, yazıram 5 T üstü 7. Bunun törəməsi mənə verir 5 qalır olduğu kimi. T üstü 7-dən T-dən bir dənə elə bir götürdünüz də elə bir 5 qaldı da T-dən bir dənə götürdünüz. Nə qaldı? T üstü 6 və həmçinin 7-də atdınız qabağa. 7-ni qarşıya atanda elə bir ki, bir dənə ondan çıxırsınız. Qalır 6. Yəni bir şansdır da. Yəni 7-ni qarşıya atıp bir şansını xərcləmiş kimi olursunuz. Birini çıxırsınız. 5 7 35, 35 T üstü 6. Deməli 5 T üstü 7-nin törəməsi mənə 35 T üstü 6 verir. İpsiyon. Qutardım. Və həmçinin sinusun törəməsi, sinus alfanın törəməsi bizə verir kosinus alfa.
Kosinus alfanın törəməsi isə bizə verir mənfi sinus alfa. Bunu da yadda saxlamalısınız. Və ümumiyyətlə törəmə haqqında uşaqlar bu qədər, yəni sizə əsasən bu lazımdır. Çox da belə qəliz törəmələr görməyəcəksiniz fizikada. Çox da yəni dərinə enmirlər qısacası. Həmçinin indi gəldi ən əsas məqamlardan biri olan vektor söhbətinə. Vektorlar ümumiyyətlə bayaq da dediyim kimi, yəni belə deyək ki, istiqaməti olan qısacası bir oxdur. Yəni məsələn random deyək ki, məsələn bu vektor sayılır. İstiqaməti olan bir ox qısacası. Və həmçinin vektorlar bizdə də dediyim kimi vektorial fiziki əməliyyatlar var ki, istiqamət göstərmək üçün biz vektor anlayışından istifadə edirik. Əlbəttə ki, vektorların proyeksiyaları mövcuddur. Vektorun y və x üzərində proyeksiyaları olur. Bu da ki, proyeksiya dedikdə dəyişmə nəzərdə tutulur. Yəni başlanğıcı harda başlayıb, sonu harda qurtarır. Buna əsasən mən vektorun təyin edirəm ki, x üzrə məsələn proyeksiyası buradır. Başlanğıcı məsələn x0-dır, bu da x-dir. Avtomatik bunun proyeksiyası olur x çıx x0. Elə bil ki, uşaqlar baxın, məsələn x oxudunuz, siz əvvəllər indi lap kiçik siniflərdə 10-dur, burada 5-dir. İki nöqtə arasında məsafə tapmaq üçün ondan 5-i çıxırdınız, deyirdiniz ki, burada 5-dir deməli. Bu da elədir. Son nöqtə x-dir, başdan x0, x-dən x0 çıxıram. Prosta elə bir burada 10-dan 5 verməyib də bizə, x-dən x0 verib. İfsiyo. Həmçinin y-də də deyirəm, bu başlanğıc y0-dır. Son isə y-dir. Uşaqlar, baxın, birdən deyirsiniz, yox, həmişə belədir. Yəni, məsələn, vektor belədirsə, avtomatik bura y olur. Bura y0 olur. Həmçinin bura yenə də bura x0 olur, bir x olur. Yəni, həmişə bu müsbət olmalı deyə bir anlayış yoxdur, mənfi də ola bilər. Baxın o sizin vektorunuza. Həmçinin bunlara görə ki, hansı ki, burada məsələn, siz bunu tapdınız ki, bu x çıx x0-dır. Burada tapdınız ki, burada y çıx y0-dır. Buna əsasən, bu görürük ki, düzbucaqlı üçbucaqdır. Pifaqor teoreminə əsasən mən vektorun rahat ədədi qiymətini tapa bilərəm. Efsiyo. Ondan sonra biz burada vektorun ola bilər ki, uşaqlar, yəni mən dediyim mənfi formatı var. Yəni bunun ümumiyyətlə sıfır olan formatı da var. Mən əgər belə bir formatdadırsa vektor, görürsünüz y üzərində yəni dəyişmə sıfırdır da. Yəni demir ya, nöqtə sıfırdır. Məsələn bu 4-dür bura. 4-dür, amma ki məsələn x sıfırda da 4-dür, x-da da 4-dür. Deməli, yəni y üzərində dəyişmə baş vermir. Dəyişmə baş vermirsə deməli proyeksiya sıfırdır. Həmçinin x üzərində də. Baxıram ki, x üzərində baxın belə. Y0-da da tutaq ki, bunun qiyməti y0 buradır, burada y-dir. Tutaq ki, bunun qiyməti 3 olubdur. Onda deməli deyirəm ki, bunun x üzər proyeksiya 0. Çünki x üzər proyeksiya y0-da da 3-dür, y-də də 3-dür. Ona görə dəyişmir. Ona görə x üzərində proyeksiya 0-dır. Bu hallarda ola bilər. Və ola bilər ki, sizin 2 dənə vektorunuz olsun və desin ki, bunları toplayın. Bəzən, yəni şagirdlərdə olur, toplamaq deyiləndə ancaq ədədi qiymət formatını toplamaq yadınıza düşür. Şuralar, bunu siz necə deyim sizə, ifadə eləmək üçün qısacası yəni şərti olaraq yaza bilərsiniz ki, hə, A üstəgəl B vektoru mənə C vektorunu verir. Amma görünüş olaraq təsvirdə, yəni bu artıq fərqlənir. Qeyd etdiyimiz kimi bizdə vektorial fiziki kəmiyyətlər vektor formasında olduğu üçün vektor üçün olan qanunlar, həmçinin bizdə fiziki kəmiyyətlər üçün hansı ki vektorial olan fiziki kəmiyyətlər, onlar üçün də bu qanunlar mütləq bilmək və həmçinin tətbiq etmək lazımdır. Yəni buradakı qanunlar onlar üçün də ödənir. İndi baxırıq birinci üsulumuz, əlbəttə ki vektorların toplanılmasından söhbət gedir. Vektorların toplanılmasında 2 dənə üsulumuz var. Biri üçbucaq üsuludur, biri də parallelogram üsuludur. Üçbucaq üsulunda gördüyünüz kimi bir vektorumuz var. Burada artıq başqa rəngdən götürüm ki görünsün. Biri var A vektoru gördüyünüz kimi, biri var da digər rənglə B vektoru. Bu vektorları üçbucaq üsulunda siz elə yerləşdirməlisiniz ki, bir vektorun sonu digər vektorun başlanğıcı olsun. Məsələn, A üstəgəl B yazmamısınız. Deməli, A-nın sonu B-nin əvvəli olmalıdır. Yəni, A-nı qoydunuz, B-ni gətirib belə qoymalısınız ki, B-nin başlanğıcı A-nın sonu olsun. Yəni, A-nın sonuna B-ni qoyursunuz. Ondan sonra isə baxırsınız ki, vektor hardan başlayıb? Buradan başlayıb. Harda bitib? Burada bitib. Bu istiqamətlənmiş düz xəttə biz deyirik A ilə B-nin cəmi. Bu oldu üçbucaq üsulu. Həmçinin burada bizdə başqa nümunələr də verib, burada da verib həmçinin bu üçbucaq üsulunu. İndi gəlin baxaq parallelogram üsuluna. Parallelogram üsulunda isə uşaqlar 2 dənə bizim vektorumuz var. Həmin vektorları biz elə qoyuruq ki, vektorlar eyni nöqtədən başlasın, eyni nöqtədə də sonlansın. Yəni gəlib eyni nöqtədə görüşsünlər. Necə çıxıblar, elə də görüşməlidirlər. Ona görə də A ilə B-ni siz vektoru qoydunuz. Sonra baxın, elə qoyduq ki, görürsünüz, eyni nöqtədən başladılar. B-ni köçürdürsünüz paralel bu hissəyə.
A-nı da paralel köçürdürsünüz bu hissəyə və görürsünüz ki, həqiqətən də O nöqtəsində başladı, B nöqtəsində bunlar görüşdülər. O-dan B-yə olan bu istiqamətlənmiş xəttə biz deyirik nə? Artıq bu A ilə B-nin cəmi olur. Yəni C vektorunda deyirlər. İndi burada O-si adlandırıb C vektorunda demək olar. Yəni istədiyiniz kimi həmçinin uşaqlar burada yəni A ilə B-nin məsələn baxın bu üçbucaq üsulu ilə, həmçinin bunun parallelogram üsulu ilə eyni forma, yəni eyni şeydir. Yəni eyni nəticə alırsınız. Eyni şeydir deyəndə, yəni üsulun eyniləyindən danışmıram. Nəticədən danışıram. Nəticə eyni olur. Mütləq surətdə burada da bizə bildirib. Həmçinin digər formatlar da var ki, məncə artıq bilirsiniz. Yəni perpendikulyar olarsa necə olur? Əks olanda biz əlbəttə ki çıxırıq, çıxanda necə olur? Eyni istiqamətli olanda necə olur? Və həmçinin digər formatlar da burada qeyd olunur. Bizə əsas olaraq baxın bunlar lazımdır. Üçbucaq qaydasını toplamanı bilməlisiniz. Bir də parallelogram qaydası ilə toplamanı bilməlisiniz. İndi isə ən vacib məqamlardan biri də fizikada bizdə qrafik məsələsidir. Gəlin bir də qrafik məsələsinə toxunaq. Birinci bizdə var düz asıllıq. Düz asıllıq uşaqlar riyaziyyatda y bərabərdir. K(x) funksiyası ki var. Baxın onun qrafiki eyni düz asıllıqdır. Yəni düz asıllıq deyir y bərabərdir K(x) funksiyası nəzərdə tutulur. Yəni necə ki burada necə olur? Məsələn K burada sabit olur, müəyyən bir random ədəd. X ilə Y bir-birinə asılı olur. X necə dəyişirsə, Y də ona uyğun dəyişir. Yəni artırsa artır, azalırsa azalır və həmçinin riyaziyyatda həmin funksiyanın qrafiki belə olur. Belə olur. İndi burada fizikada biz elə bilirik ki, əsasən zamanla danışırıq deyə uşaqlar. Bizim qrafikimiz bu formatda olmayacaq. Bizim qrafikimiz necə olacaq? Biz əsasən burada zamanla danışırıq deyə, zaman bildiyiniz kimi mənfi olmaz və həmçinin yoldur, o da mənfi olmaz. Və buna görə də burada ancaq müsbət hissəni işləyirlər, mənfi hissəni işləmirlər. Yəni ancaq siz demək olar ki, qrafikləri ancaq bu birinci rübdə və həmçinin dördüncü rübdə görəsiniz. Yəni digər rüblərdə siz qrafik hələ ki görməyəcəksiniz, yəni başlarda. Sonradan sadəcə sizdə yəni həndəsi optikadan o artıq koordinat sistemi deyil deyə siz görəcəksiniz bu birisi, amma o koordinat sistemi deyil, qeyd elədiyim kimi. Burada siz sırf koordinat sistemi ilə işləyəndə siz birdən dördüncü rübü görəcəksiniz. Və həmçinin buranla işləyəcəksiniz, bu biri tərəfə keçməyəcəksiniz. Biz baxırıq ki, düz asıllıq nə oldu? Bildiniz düz xətt. Düz asılı düz xəttdir. Və həmçinin düz asılığı necə bilirsiniz? Baxırsınız düstura. Əgər, baxın mən uşaqlara belə izah edirəm. Tutaq ki A-nın düsturudur. Tutaq ki deyirəm D, Y olsun. Məsələn D burada sabit ədəddir. Konst bu arada uşaqlar sabit olanda Jones deyirik də, amma əslində ingiliscə konstantdır. Konstantdır, yəni sabitdir, dəyişmir. Random bir də ədəddir. Məsələn 5-dir, 5 olduğu kimi qalır da. Yəni bu A-dan Y-dən asılı deyil. Və A-la Y mən uşaqlara bunu necə başa salaram? Siz də belə yadda saxlaya bilərsiniz. Loru dildə deyəcəm. Baxın bu bərabərlik olsun bir dənə sərhəd. A-dan Y-yə xətt çəkirsiniz. Əgər bir düz xəttin üstündədirsə, bu olur düz asıllıq. Və ya məsələn oldu belə tutaq ki D böl Y. Yenə də bərabərlik sərhəddir. A-dan Y-yə xətt çəksəz gördüyünüz kimi bu nədir? Çarpaz xətt kimi olur. Yəni əks olur. Biri sürətdə, biri məxrəcdə olur. Bir-birinə tərsdirlər. Ona görə də baxın bu zaman bu olur tərs asıllıq. Düz asıllıqda düz xəttin üstündə olmalıdır. Tərsdə isə çarpaz xəttin üstündə olmalıdırlar. Ondan sonra uşaqlar, əgər məsələn düsturda tutaq ki deyirəm, bəs oldu D vurulsun Y-nin kvadratı. Gördüyünüz kimi düz xəttin üstündədirlər. Amma Y-nin üstündə 2 var. Buna görə də bu artıq olacaq. Y bərabərdir X kvadratı funksiyası, yəni parabol olacaq burada. Və yenə də qeyd elədiyim kimi biz mənfi hissəni, yəni 2 və 3-cü rüblə işləmədiyimiz üçün biz parabolanı ya belə görəcəksiniz, ya da belə görəcəksiniz. Əlbəttə ki, onun qolların aşağı və yuxarı olmasını biz dərs keçdirik. Sizə deyəcək ki, niyə aşağı olur, niyə yuxarı olur, nəyə baxmalısı aşağı yuxarı olmasını bilmək üçün. Həmçinin düz asıllıqda bir digər hal isə D vurulsun kök altda Y ola bilməsidir. Əgər sizə məsələn deyir ki, A-nın Y-dən asılığı, əgər A-la Y yenə də düz xəttin üstündədir, amma bu dəfə Y kök altındadırsa, əlbəttə ki, kök altının, yəni Y bərabər kök altı X funksiyasının qrafikini çəkmək vacibdir. Yəni, əsasən bunu uşaqlar parabolana qarışdırırlar. Uşaqlar parabolanla kök altını qarışdırmayın.
Yəni əlbəttə ki, riyaziyyatda da bildiyiniz kimi parabola y bərabər x kvadratıdır. Amma kökaltı y bərabər kökaltı x-dir. Və kökaltı x onsuz da x üssü 2-də 1-dir. Yəni gördüyünüz kimi üstlər tərsdir deyə normal olaraq bu tərsini çevrilmiş parabolanı xatırlanacaq. Amma yəni bu parabolanın qrafiki demək deyil. Bu kökaltı asılılıqdır. Həmçinin uşaqlar tərsi ayaq dedim. Tərsin qrafikini çəkim sizin üçün. Tərsin qrafiki isə baxın belə bir hiperbol olur. Hiperbolda gördüyünüz kimi, yəni burada məsələn belə olsa ox, baxacaqsınız ki, burada nə deyək? Tutaq ki, A dayanıb, burada tutaq ki, Y dayanıb. Görürsünüz, A-nın qiymətləri get-gedə aşağıya gəlir. Yəni sıfıra gəlir. Sıfıra gəlirsə azalır. Amma Y-nin qiymətləri nə edir? Sıfırdan uzaqlaşır, yəni artır. Tərs asılıdırlar. Yəni biri artanda o birisi azalmalıdır. Düzdə necədir? Düzdə biri artanda o birisi də artır, o birisi azalanda bu birisi də azalır. Amma tərsdə biri artırsa o birisi azalır, o birisi artırsa bu birisi azalmalıdır. Yəni tərsdirlər bir-birinə. Amma ki, düz asılılıqda yenə qeydlədiyim kimi kvadratikdirsə, biri məsələn 2 dəfə artanda, tutaq ki, məsələn baxın burada Y-də. Y 2 dəfə artanda A 4 dəfə artır. Çünki o Y ilə yox, Y-nin kvadratı ilə düz asılıdır. Və ya məsələn burada Y 4 dəfə azalanda A 2 dəfə azalacaq. Çünki o Y ilə yox, kökaltı Y ilə asılıdır. Yəni əgər Y özü 4 dəfə azalsa, bəs bunun kökaltı versiyası nə qədər azalar? 2 dəfə azalar. Kökaltına salmalısınız. Həmçinin tərs asılılığın ən möhtəşəm cəhəti, mən tərs asılığı çox sevirəm. Buna görə ki, tərs asılıqda fərqi yoxdur. Y-nin kvadratıdır, Y kökaltdadır, Y üstü kubdur. Fərqi yoxdur uşaqlar. Tərs asılsa qrafik hiperboladır. İfsyo. Lakin əlbəttə ki, bəs nə zaman bu bizim maraq dairəmizdə olar ki, Y kvadratdır, kökaltıdır? Bu o vaxt bizim maraq dairəmizdə olar ki, bizdən ədədi hesablama və ya dəyişmə istəyir. Bu zaman bəli, siz artıq fikir verməlisiniz ki, sizdə Y kvadratıdırmı, sizdə kökaltı Y-dirmi? Çünki qiymət hesablamaq söhbəti var. Amma belə normalda sırf qrafik istəyirsə, qiymətsiz falansız. Onda hiperbola çəkirsiniz, fisiyo qutardı. Uşaqlar, yəni riyaziyyat baxımından fizikada bilməli olduğunuz mövzu bu qədər idi. İnşallah gələn dərs izahlarımızda da lazım olan şeylər varsa, əgər mən deməmişəmsə, mütləq surətdə onları qeyd edəcəm. Gələn dərs izahlarına dək hələlik.